Bismillahirrahmanirrahim. İnna a'taynakel kevser. Fesalli li rabbike venhar. İnne şâni'eke huvel ebtar. Rəhman və Rəhim olan uca Allahın adıyla. Salam əziz dostlar, dəyərli izləyicilər, hər birinizi Allahın salamı ilə salamlayıram. Mübarək və bərəkət dolu günlərdə yenidən hər birinizi xoş gördük. Bu gün də Quran-Kərimin fərqli bir ayəsi işığında əsr saadətdə yaşanmış bir hadisəni sizinlə bölüşmək istəyirəm. Həzrət Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm Kəbə evində namaz qılırdı. Namazını tamamladıqdan sonra məscidin Bəni Səhim qapısına doğru yönəlir. Qapının önündə Qureyş müşriklərindən olan As bin Vail ilə qarşılaşır. Biraz onunla söhbət edirlər. Bu əsnada Qureyşin nüfuzlu şəxsləri kənardan bu hadisəni müşahidə edirlər. As bin Vail Peyğəmbərimizin yanından ayrılıb onlara tərəf gedir. Onlardan bir neçəsi maraqla sual edir. Sən biraz öncə kiminlə söhbət edirdin? As bin Vail istehza ilə o əbdərlə, əbdər yəni soyu kəsilmiş deməkdir. Məkkə əhli oğul övladları olmayan və yaxud da olub dünyada qalmayanlara əbdər deyirdilər. Bildiyiniz kimi Həzrət Peyğəmbərimizin oğul övladları dünyada qalmamışdı. As bin Vail kin dolu sözlərinə davam edir. Onun oğlanları öldü, onun nəsli tükəndi, onu heç kəs xatırlamayacaq, o əbdərdir dedi. Ancaq uca Allah bu sözdən sonra Peyğəmbərinin könlünə təsəlli olaraq Cəbrail əleyhissalam vasitəsilə Kövsər surəsini nazil etdi. Uca Allah bu surədə belə buyurdu: Biz sənə Kövsər verdik. Elə isə Rəbbin üçün namaz qıl və qurban kəs. Şübhəsiz ki, sənə düşmənçilik edənlər özləri sonsuzdur. Əziz və dəyərli dostlar, As bin Vail dedi ki, səni heç kəs xatırlamayacaq. Ancaq əsrlər keçməsinə baxmayaraq, bugün hər kəs inanan insanın qəlbində Peyğəmbər və onun ailəsi sevinclə, imanla xatırlanır. Bəli, o nəsil məhz Peyğəmbərimizin qızı Fatimə məndən bir parçadır dediyi xanım Fatimə ilə davam etdi. Bildiyiniz kimi müşriklər Peyğəmbərimizə çox işgəncələr, əziyyətlər edirdilər. Bu əsnada xanım Fatimə bir ana məhəbbəti ilə Allahın Rəsuluna təsəlli edirdi. Dolayısıyla atasının anası ləqəbi almışdı. Bəli, əziz və dəyərli dostlar, xanım Fatimə, Allahın salamı olsun ona, vəhyin, belə deyək, övladı idi, imamətin anası idi. O, ibadətdə, itaətdə, fədakarlıqda, ismətdə, həyada bir zirvə idi. Çünki o, atasının ətrini daşıyırdı. Uca Rəbbimiz bu mübarək Ramazan günlərində xanım Fatimə anamızı layiqincə tanımaq yolunda bizə bəsirət nəsib eyləsin, bizləri dünyada onların yolundan, axirətdə də şəfaətindən ayrı salmasın.